Bəzi izləyicilərimizin xahişi ilə köməkçi nitq hissələri haqqında izahlara davam edirik. Ağılla fərasət oldu, şübhəsiz qələbə də olacaq, sevinc də. Qeyd edim ki, bu suallar DİM 2025 11-ci sinif 1-ci hissə toplusundan götürülmüşdür. Ağılla fərasət. Bizə lazım köməkçi nitq hissələrin ardıcıllığı. Ağıl və fərasət. Bu nə oldu? Bağlayıcı. Oldu, şübhəsiz. Bu nədir? Modal söz. Qələbə də olacaq, sevinc də. Də oldu, bağlayıcı. Bu yenə də ikinci də bağlayıcı. Və hansı ardıcıllıq oldu? Bağlayıcı, modal söz, bağlayıcı, bağlayıcı. Bu da uyğun gəldi Y bəndinə. Köməkçi nitq hissələrin işləmə ardıcılığı müəyyən edin. Yenə ardıcıllıq soruşulur. Yaxşı, qoca, mən artıq əl çəkirəm ölüm hökmündən. Ancaq kəsəcəyəm yazan əlini. Burada yaxşı sözü modal sözdür. Artıq əl çəkirəm. Bu oldu ədat. Ancaq kəsəcəyəm. Bu da qarşılaşdırma bağlayıcısıdır. Modal söz, ədat, bağlayıcı. Bu da uyğun gəldi A bəndinə.